Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 26 aprel 26-cı il üçün Azərbaycan üzrə bölgələrə ayrılmış geniş hava proqnozunu təqdim edirik. Bu məlumatla gündəlik planlarınızı daha düzgün qurmaq, səyahət və iş fəaliyyətlərinizi uyğunlaşdırmaq baxımından olduqca faydalıdır. Paytaxt Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli saatlar üstünlük təşkil etsə də, səhər və axşam saatlarında buludluluq arta bilər. Şimal-qərb küləyi arabir güclənəcək ki, bu da havada bir qədər sərinlik hissi yarada bilər. Temperatur gecə saatlarında 10-13 dərəcə, gündüz isə 18-22 dərəcə isti arasında dəyişəcək. Xüsusilə açıq havada plan quranlar üçün günün ikinci yarısı daha əlverişli hesab olunur. Gəncə, Qazax bölgəsində hava əsasən sabit və mülayim keçəcək. Güneşli hava şəraiti üstünlük təşkil edəcək və yağıntı gözlənilmir. Səhər saatlarında zəif duman ehtimalı olsa da, gün ərzində tamamilə açıq hava müşahidə olunacaq. Temperatur gecə 9-12 dərəcə, gündüz isə 20-24 dərəcə isti civarında olacaq. Bu bölgədə kənd təsərrüfatı ilə məşğul olanlar üçün əlverişli hava şəraiti davam edir. Şəki-Zaqatala bölgəsində hava nisbətən dəyişkən olacaq. Günün birinci yarısında günəşli hava müşahidə edilsə də, gün ortadan sonra bəzi dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı var. Hətta bəzi yerlərdə şimşək çaxması da mümkündür. Temperatur gecə 8-11 dərəcə, gündüz isə 17-21 dərəcə arasında dəyişəcək. Dağlıq ərazilərdə yaşayanlara ehtiyatlı olmaq tövsiyə olunur. Quba-Xaçmaz bölgəsində hava əsasən sərin və dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə qısa müddətli yağış gözlənilir. Şimal küləyi bu bölgədə daha çox hiss olunacaq. Temperatur gecə 6-9 dərəcə, gündüz isə 14-18 dərəcə isti olacaq. Bu bölgədə yaşayanlar üçün küləkli hava səbəbilə əlavə geyim seçimi vacibdir. Aran bölgəsində, o cümlədən Mingəçevir, Yevlax və ətraf ərazilərdə hava əsasən quru və günəşli keçəcək. Temperatur burada daha yüksək olacaq. Gecə saatlarında 10-14 dərəcə, gündüz isə 22-26 dərəcə isti gözlənilir. Bu bölgədə yaşayanlar üçün açıq hava fəaliyyəti üçün ideal şərait yaranacaq. Lənkəran, Astara bölgəsində hava rütubətli və dəyişkən olacaq. Gün ərzində arabir yağış ehtimalı var. Səhər saatlarında duman müşahidə oluna bilər. Temperatur gecə 11-14 dərəcə, gündüz isə 18-22 dərəcə isti təşkil edəcək. Rütubətin yüksək olması səbəbilə hava bir qədər ağır hiss oluna bilər. Dağlıq Qarabağa və ətraf rayonlarda hava nisbətən sərin və qeyri-sabit olacaq. Gün ərzində bəzi yerlərdə yağış və duman müşahidə edilə bilər. Temperatur gecə 5-8 dərəcə, gündüz isə 12-16 dərəcə isti arasında dəyişəcək. Bu bölgədə yaşayanlar üçün gün ərzində hava şəraitinin tez dəyişməsi mümkündür. Naxçıvan Muxtar Respublikasında isə hava əsasən açıq və günəşli olacaq. Temperatur digər bölgələrlə müqayisədə daha yüksəkdir. Gecə 12-15 dərəcə, gündüz isə 24-28 dərəcə isti gözlənilir. Bu bölgədə yayaq havası artıq hiss olunmağa başlayır. Ümumilikdə 26 aprel 26-cı il Azərbaycanda hava şəraiti əsasən mülayim və yaz mövsümünə uyğun olacaq. Bəzi dağlıq və şimal bölgələrində qısa müddətli yağışlar müşahidə olunsa da, əksər ərazilərdə günəşli və əlverişli hava şəraiti üstünlük təşkil edəcək. Havanın bu cür dəyişkən olduğu günlərdə planlarınızı hava şəraitinə uyğun qurmaq, xüsusilə dağlıq və küləkli bölgələrdə ehtiyat tədbirləri görmək tövsiyə olunur. Sabahınız uğurlu və təhlükəsiz keçsin.